Dostlar, hamıya salam. Bugün rəsmi mağazalarda, kontakt irşad kimi şəbəkələrdə daxili yaddaşına görə 2000-2200 manatdan satılan və 2500-2600-ə qədər yüksələn Xiaomi 17 Pro modelini ən xırda detalına qədər söküb tökülüb. Və əgər ki bu smartfonu bu ərəfələrdə alsanız sizə planşet hədiyyə verəcəklər. Planşet də Redmi Pad 2 planşetidir. Bu planşet həqiqətən gündəlik istifadə üçün, hətta oyunlar üçün belə çox ideal bir planşetdir. Tək mənfi xüsusiyyəti isə 464-lük olmasıdır. Yəni 4 RAM-ı, 64-də ROM-u var. ROM dedikdə yaddaşı bu arada nəzərdə tuturam. Burada micro SD kart ilə bunun yaddaşını artırsanız bu həqiqətən də sizi çox 11 inçlik qəşəng bir tabletə çevirilər sizin üçün. Bunda videosunu bir neçə gün ərzində çəkməyi fikirləşirəm. Və videomuza tam keçməmişdən əvvəl videonun başında ən dürüst tənqidimizi edək. Bu qiymət bir smartfon üçün nəhəng bir büdcədir. Yəni minimum əmək haqqının 400 manat olduğu bir dövrdəyik və 2200 manat bir smartfona vermək həqiqətən də ürək tələb edir o şey demişkən. İnsan fikirləşir ki, mən bu pulu aparıb bir telefona verməkdənsə gedib ikinci əl bir maşın alarım ya da qəşəng işləyən bir kompüter alarım. Bəs Xiaomi bizə belə nə bəxş edir ki, biz bu qiymətə bu smartfonu gedib almalıyıq və ən yaxşı xüsusiyyətindən ən pis xüsusiyyətindən bütün hər şeyi bu videoda öyrənəcəksiniz. İlk olaraq elə qutunun özündən və materiallarından başlayaq. Apple və Samsung bizi qutuda tək qoyur, amma Xiaomi bizi əlbəttə ki adaptersız qoymur. Qutudan 100 wattlıq qəşəng bir dənə adapter çıxır. Özü də Hyper şərjdə dostlar. Həqiqətən burada yəni Xiaomi'yə öz təşəkkürümüzü bildiririk. Gedib öz digər böyük qardaşlarına oxşamayıb. Material keyfiyyətinə gəldikdə həm ön şüşə, həm də arxa qapaq Gorilla Glass 7 ilə qorunur. Çərçivələri isə təmiz alüminiumdur. IP68 suya və toza davamlılığı var. 1.5 metrdən siz aşağı atsanız ələm telefon sınmaz. Amma ki bu qədər şeyə baxmayaraq bir mənfi tərəfində deyək. Dostlar, bu cihaz tam 219 qram çəki əmanətdir. Qalınlığı isə 8.3 mm-dir. Müasir tələbləri əldə qarşılamır. Amma telefonun bizə verdiyi xüsusiyyətlərini nəzərə alsaq, məncə bu çox normaldır. Keçək ekranın mühəndislik incəliklərinə. Bu arada 6.83 düymlük nəhəng bir AMOLED panel istifadə olunub. Ekranın ən böyük bombası 144 Hz yenilmə sürəti və gözü yormayan 3840 Hz PWM dimming dəstəyidir. Sosial şəbəkələrdə gəlişmək, sistem animasiyaları və keçidlər o qədər axıcıdır ki, insan gözü dərhal bu sürətə vurulur. Çözünürlük tərəfində bizə 1280-nə 2772 piksel, yəni 1.5K kəskinlik təqdim olunur. Pik parlaqlığı isə tam 3500 nitsdir. Bu yaylarında birbaşa günəş şüaları altında belə ekrandakı rəngləri və yazıları sanki otaqdaymış kimi tam aydın görmək deməkdir. Ekran tərəfində Xiaomi həqiqətən flaqman dərəcəsini hiss etdirir. Gələk bir çoxumuzun yaralı yerinə kamera sensorlarında. Burada Leica 50 megapiksel və 8K video gücündən danışacağıq. Deməli, arkada bizi Leica lisaları ilə dəstəkləyən üstü kamera sistemi qarşılayır. Əsas kamera tam 50 megapiksellik f1.7 diaqramlı OIS dəstəkli nəhəng bir sensorla gəlir. Bu sensorun içi kasası çox güclüdür. Gəlir çəkilişlərində qaranlıq kadrları çox təmiz ortaya çıxarır. Bunun yanında 5x optik zoom edə bilən 50 megapiksellik periskop telefoto kamerası və 12 megapiksellik ultra geniş bucaqlı sensor yer alır. Uzağa yaxınlaşdıranda keyfiyyət itmir. Video çəkilişində isə cihaz tam 8K-da 30 fps, 4K-da isə 120 fps-ə qədər dəstək verir. Optik stabilizasyon OIS və Gyro AIS sayəsində hərəkət halında çəkiliş etsəniz belə kadrlarda o qədər titrəmə tamamilə yox olur. Yəni video sanki reis üzərində gedilmiş kimi akıcı yazılır. Ön kamerada isə 32 megapikseldir. Onunla da qəşəng şəkildə çəkə bilərsiniz. Yəni selfilər. Performansa gələk. Bu da bir çoxumuzun əlbəttə ki gözlədiyi yerdir. Burada sizi 3 nanometrlik MediaTek Dimensity 9500 chipseti var və ən əsası 12 GB RAM alsanız, burada LPDDR5X RAM və ən sürətli yaddaşı tipi olan UFS 4.1 yer alır. Bəs oyun performansı necədir dedikdə isə PUBG Mobile, Undawn kimi böyük oyunları çox deməyim, çox telefonu yormayın belə oyunlarda, amma ki ən maksimal ayarlarda 90-120 fps səhv etmirəmsə verir. Qarşınıza eyni anda bütöv bir komanda çıxsa belə ani donmalar və kadr düşmələri elə də görməyəsiniz. 12 nüvəli Mali G1 ultra qrafik prosesoru oyunları su kimi axıdır. Pinginiz də modem sayəsində hər zaman stabil qalır.
Ən əsas məsələ, bu telefon qutudan ən son nəsil Android 16 və HyperOS 3 ilə çıxır. Bu deməkdir ki, cihaz uzun illər boyu rəsmi güncəlləmə dəstəyi alacaq. Yəni səhv etmirəmsə, Xiaomi böyük flaqman telefonlarına 4 il dəstək verir və 5 ildə təhlükəsizlik güncəlləmə dəstəyi verir. Və gəldik ki, bu telefonun rəqiblərini yerlə yeksan edən ən böyük inqilabına, batareyasına. Dostlar, Xiaomi bu korpusa tam 7000 mAh həcmində nəhəng bir silikon karbonli batareya yerləşdirməyi bacarıb. Flaqman dünyasında bu bir rekorddur. Bu telefona sahələrdə axşama qədər durmadan PUBG oynasanız belə o batareyanı bir gündə bitirə bilməzsiniz. Bəlkə də bitirə bilərsiniz, o sizə qalır. Normal istifadədə isə 2-3 gün şarj dərdi olmadan gəzə bilərsiniz. Yəni əgər ki 12 saatlıq bir ekran sürəniz yoxdursa. Üstəlik qutudan çıxan o 100 wattlıq simli adapter bu boyda nəhəng batareyanı inanılmaz bir sürətlə doldurur. 50 watt naqilsiz şarj da dəstəkləyir. Yəni bu boş iPhone olan bir şey deyil. Xülasə edək dostlar, Xiaomi 17 Pro texnoloji olaraq 144 Hz ekranı, 50 megapiksellik Leica kamerası, Dimensity 9500 prosesoru, Android 16 güncəlləmə dəstəyi və xüsusilə o 7000 mAh batareyası ilə əsl şahəsərdir. Qiyməti də 2000-2500 manat arasındadır. Mən videonun başında dediyim fikrimin üstündəyim. Əgər sizin həqiqətən ayağınızı yerdən kəsəcək bir maşına və ya ağır işlərinizi görəcək güclü bir kompüterə ehtiyacınız varsa, bu pulu aparıb bir smartfona bağlamaq, yəni vermək məntiqsizdir. Çünki nə qədər güclü olsa da bu sadəcə cibinizdə daşıdığınız bir telefondur. Amma yox, əgər sizin maşınınız da var, kompüteriniz də, sadəcə cibinizdə sizi uzun illər boyu qusursuz idarə edəcək, güncəlləmə dəstəyi kəsilməyəcək, oyunlarda maksimum açacaq bir flaqman axtarırsınızsa və yanında hədiyyə planşetdə işinizə yarayacaqsa, onda Xiaomi 17T Pro bu pulun hər bir qəpiyinə mənə görə dəyər. Amma ki buna o qədər də məsələn pul vermərəm. Gedərəm bilən qəsərin kompüter alaram. Amma ki Apple-a da o qədər pul vermərəm. İçindən adapter belə çıxmır. Gedərəm məsələn bunu alaram. Ya da 15T Pro. O da həqiqətən keçən il çıxmasına baxmayaraq çox gözəl bir Xiaomi telefonudur. Bəs siz nə düşünürsünüz? Bu qiymətə, bu kampaniya ilə bu telefonu alardınız, yoxsa maşını alıb kompüter yığardınız? Rəylərdə mütləq yazın, hamısını oxuyacağam. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Görüşənədək.